Salam əziz dinləyicilər, xoş gördük hər birinizi. Bugün sizə yay mövsümünün ən sevilən meyvələrindən biri olan gilas haqqında çox maraqlı və bəlkə də ilk dəfə eşidəcəyiniz məlumatlar verəcəm. Gilas demək olar ki, hər kəsin sevdiyi bir meyvədir. Amma çoxları onun sadəcə dadlı olduğunu düşünür. Əslində isə gilas sağlamlığımız üçün olduqca güclü təsirlərə malikdir. Gəlin əvvəlcə gilasın faydalarına nəzər salaq. Gilas vitamin və minerallarla zəngin bir meyvədir. Onun tərkibində A vitamini göz sağlamlığını qoruyur, C vitamini isə immun sistemini gücləndirir. Xüsusilə mövsümi xəstəliklərdən qorunmaq üçün gilas çox faydalıdır. Gilas güclü antioksidant mənbəyidir. Bu o deməkdir ki, o bədəndə olan zərərli sərbəst radikallarla mübarizə aparır. Bu isə qocalmanı gecikdirir və xərçəng riskini azaltmağa kömək edə bilər. Ürək sağlamlığı baxımından da gilas çox önəmlidir. Onun tərkibində olan kalium qan təzyiqini tənzimləyir və ürəyin daha sağlam işləməsinə kömək edir. Müntəzəm istifadə damarların elastikliyini artırır. Gilasın ən maraqlı xüsusiyyətlərindən biri də yuxuya müsbət təsir etməsidir. Tərkibində melatonin adlı hormon olduğu üçün yuxu problemləri yaşayan insanlar üçün təbii bir dəstək hesab olunur. Axşam saatlarında az miqdarda gilas yemək daha rahat yatmağa kömək edə bilər. İdman edənlər üçün də gilas çox faydalıdır. Araşdırmalar göstərir ki, gilas əzələ ağrılarını azalda və məşqdən sonra bərpanı sürətləndirə bilər. Gilas həm də arıqlamaq istəyənlər üçün yaxşı seçimdir. Kalorisi aşağı, lif tərkibi isə yüksəkdir. Bu da uzun müddət toxluq hissi yaradır və artıq yeməyin qarşısını alır. Həzm sistemi üçün də gilasın faydaları böyükdür. Bağırsaqları təmizləyir, qəbizliyi azaldır və ümumi həzmi yaxşılaşdırır. Dərinin gözəlliyi üçün də gilas əvəz olunmazdır. Antioksidantlar dərini daha parlaq edir, sızanaqların azalmasına kömək edir və erkən qırışların qarşısını ala bilər. İndi isə keçək gilasın zərərlərinə. Çünki hər faydalı qidanın düzgün istifadə edilmədikdə zərəri də ola bilər. Ən böyük səhvlərdən biri gilasın həddindən artıq yeyilməsidir. Çox miqdarda qəbul edildikdə qarında köp, qaz və hətta ishala səbəb ola bilər. Gilasın tərkibində təbii şəkər yüksəkdir. Bu səbəbdən diabet xəstələri onu çox ehtiyatla istifadə etməlidir. Əks halda qan şəkərində ani yüksəlmələr baş verə bilər. Bəzi insanlarda gilas allergiya yarada bilər. Bu əsasən qaşınma, səpgilər və ya boğazda narahatlıq hissi ilə özünü göstərir. Vacib məqamlardan biri də gilasın tumları ilə bağlıdır. Gilas tumlarının içində sianid adlı zəhərli maddə olur. Bu səbəbdən tumları çeynəmək və ya yemək təhlükəli ola bilər. Gündəlik normada qəbul edildikdə gilas sizin sağlamlığınıza fayda verə bilər. Əziz dinləyicilər, əgər bu cür maraqlı və faydalı məlumatların davamını istəyirsinizsə, videonu bəyənin, kanala abunə olun və bildirişləri aktiv edin. Unutmayın, sağlam həyat düzgün seçimlərlə başlayır. Sonda onu da qeyd edim ki, bu video məlumat xarakteri daşıyır. Əgər hansısa sağlamlıq problemi yaşayırsınızsa, öz həkiminizlə məsləhətləşin.